Prezident İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə üzrə Dövlət naziri Lord Vernon Calker'i qəbul edib. Qonaq baş nazir Keir Starmerin salamlarını çatdırıb və iki ölkə arasında dostluq, etimada əsaslanan strateji tərəfdaşlığın inkişafına verdikləri önəmi vurğulayıb. Prezident İlham Əliyev salamları qəbul edərək öz salamlarını da Britaniyalı həmkarına çatdırmağı xahiş edib. Dövlət başçısı enerji sahəsində başlayan və müxtəlif istiqamətlərdə genişlənən ikitərəfli əməkdaşlığın perspektivliyinin geniş olduğunu bildirib. O, müdafiə sənayesi sahəsində açılan yeni əməkdaşlıq səhifəsini qarşılıqlı etimadın göstəricisi kimi qəbul edib. Lord Calker Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində bu ilin avqustunda əldə edilmiş nəticələrə görə Prezident İlham Əliyevi təbrik edib. Prezident isə bu prosesdə ABŞ Prezidenti Donald Trumpın rolunu qeyd edərək sülh gündəliyinin təşəbbüskarının Azərbaycan olduğunu vurğulayıb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub. Dilbər Vüqar qızı, Bölgə TV.